Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri. Bu gün Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahan modelinə uyğun olaraq bir sıra fənlərdən 20 variantlı sınaq kitabçalarını çıxartdı. Onların arasında informatika fənni də var idi. Bu əvvəl kimya, Azərbaycan dili kimi fənlərdə bu kitab daha öncə çıxarılmışdı. Bu gün isə informatika fənnindən olan kitab çıxarıldı. Biz abituriyentlərə dəstək məqsədi ilə nəinki abituriyentlərə, eyni zamanda informatikanı təkmilləşdirmək istəyən şəxslərə, müəllimlərə də dəstək məqsədi ilə bu kitabçada olan bütün variantların video izahını sizlərə təqdim eləyəcəyik. Bundan əlavə buraxılış imtahanları da yekunlaşdığına görə bloka fokuslanan, bloka hədəflənən abituriyentlər üçün, köhnə ilin məzunları üçün bizim informatika fənnindən həm əyani, həm onlayn şəkildə yeni qrup dərslərimiz başlayıbdır. Hansı ki, şagirdlər yaxşı təkrarlar eləmək istəyir və yaxud şagird buraxılışa qədər ümumiyyətlə informatika fənnindən hazırlaşmayıbdır. Qısa bir zamanı var, yaxşı bir şəkildə informatika fənnini sıfırdan başlayıb öyrənmək istəyirsə, dərslərimizə qatıla bilərlər. Dərslərimiz həm əyani, həm onlayn şəkildə tədris olunur. Bundan əlavə, yəni dərslərlə yanaşı bizim sınaq qruplarımız da var. Həmin sınaq qruplarına da qatılaraq aylıq, ümumi və mövzu sınaq imtahanları da işləyib öz biliklərini möhkəmləndirə bilərlər. İndi isə başlayaq suallarımızın izahına. Deməli belə, biz sınaq imtahanı nömrə 1-dən başlayırıq. Gördüyünüz kimi sınaq imtahanı 1-də qeyd olunan mövzular informasiya prosesləri, informasiya təhlükəsizliyi və informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi mövzularını əhatə eləyir. Bir balaca birinci sınaqdakı sualların demək olar ki, hər biri nəzərə əsaslı suallardır. Nəzərə alsaq ki, birinci qrupa hazırlaşan abituriyentlərin böyük bir əksəriyyəti nəzəriyyəni o qədər də sevmir, daha çox praktik məsələlərə yönəlirlər. Burada birinci sınaqda kifayət qədər nəzəri suallar var və bəzi abituriyentlər düşünürəm ki, gedib Dövlət İmtahan Mərkəzinin nəzəriyyə kitabın bu sınavı gördükdən sonra oxumaq məcburiyyətində qalacaqlar. Yəni nəzəriyyə üstünlük verəcəklər. Deməli, başlayırıq birinci sualımızdan. Birinci sual, informasiyanın neçə növü var? İnformasiyanın növləri dedikdə bizim hiss və duyğu orqanlarımız vasitəsilə aldığımız informasiyalar nəzərdə tutulur. Bunların arasında nə var? Vizual informasiya var, yəni görmə informasiyası var. Qələmimizi aktivləşdirək. Vizual informasiya var, görmə informasiyası, audial səs informasiyası var, daha sonra qoxu informasiyası var, dad informasiyası var və bir də taktil informasiya var. Deməli, informasiyanın 5 növü var. İnformasiyanın xassəsi deyil. İnformasiyanın xassələri arasında aktuallıq xassəsidir, tamlıq xassəsidir, etibarlılıq xassəsidir, obyektivlik xassəsidir. Bir də Dövlət İmtahan Mərkəzinin kitabında qeyd olunan xassələrdən biri anlaşıqlılıq xassəsidir və xassələr arasında diskretlik xassəsi yoxdur. İkinci sualımızın cavabı olasıdır Y variantı. Nə deyir bizə? Üçüncü sualda informasiyanın emalı prosesidir. Emal nədir? Daha asan yadınızda saxlamanız üçün və bu tipli sualları daha rahat həll edə bilməniz üçün yadınızda saxlayın. Emal informasiyanın şəklinin dəyişməsidir. Yəni siz əlinizdə olanı başqa bir formaya, başqa bir şəklə çevirirsinizsə, bu emaldır. Və aşağıda sizə təqdim olunan variantlardan mətnin tərcümə edilməsi. Yəni, məsələn, mətnin bir dildən digərini tərcümə elədiyiniz zaman siz həmin mətnin şəklini dəyişirsiniz və bu emal prosesidir. Üçüncü sualda cavabımız olacaq D variantı. İnformasiyanın növü deyil, artıq yuxarıda informasiyanın növlərini qeyd elədik. Görmə, eşitmə, qoxu, dad və bir də taktil informasiya qeyd eləmişik. Burada qoxu var, dad var, görmə var, səs var, video informasiya yoxdur növ olaraq.
Dördüncü sualda cavabımız A variantı. Beşinci sualda informasiyanı qəbul edəcək şəxsin başa düşdüyü şəkildə verilməsi informasiyanın hansı xassəsidir? Başa düşüldüyü şəkildə verilmə deyirsə, təbii ki, söhbət burada anlaşıqlılıq xassəsindən gedir. Etibarlılıq informasiyanın bir neçə mənbədə təsdiqlənməsidir. Tamlıq sizin qərar qəbul etmənizə yetəri qədər informasiyanın olmasıdır. Aktuallıq cari zaman anına uyğunluqdur. Obyektivlik də şəxsi və fikir və düşüncələrdən asılı olmamasıdır informasiyanın. Beşinci sualda cavabımız D variantı. Doğru ifadəni müəyyən edin. Cari zaman anına uyğun olan informasiya aktualdır. Altıncı sualda elə doğru cavab A variantıdır. İnformasiya tamdırsa o həmişə aktualdır. Tam olan informasiya həmişə aktual ola bilməz. Yəni, hər tam informasiya hər zaman aktual deyil. Elmi məqalələrdə informasiya həmişə aktual olur. Bu da doğru deyil. İnformasiyanın başqasının fikrindən asılı deyilsə, bu obyektivdir, yəni aktual deyil. Etibarlı mənbələrdən alınan informasiya da həmişə aktual olmaya bilər. Yəni, aktuallıq cari zaman anına uyğunluqdur. 6-cı sualda variantımız A. 7-ci sualda Sezar üsulu ilə şifrələnmiş film sözünün şifrini müəyyən edin. Deməli, biz gəlib baxsaq burada film sözü verilibdir bizə. Film sözü. Film sözündə gəlib baxsaq A, D variantlarında A ilə başlayıb, B, C variantlarında Y ilə başlayıb. Əgər mən düşünsəm ki, F-in şifrəsi A-dır, onda mən F-dən A-ya neçə addım geriyə gedirəm? 1, 2, 3, 4, 5 addım geriyə gedirəm. Onda I-nin şifrəsi nə olmalıdır? 5 addım geriyə getsəm, 1, 2, 3, 4, 5. I-nin şifrəsi gərək D olaydı. Belə bir variantda A-dan sonra D gələn bir variant yoxdur deyə A və D variantları yanlışdır. Onda biz baxırıq, yerdə qalır 3 variant. Bunların da hər birində F-in şifri B-dir. Onda F-dən B-yə doğru 1, 2, 3, 4 addım var. Onda mən gəlirəm hər bir hərfdən əvvələ 4 addım sayıram. Onda I-nin şifri 1, 2, 3, 4 Y olasıdır. L-nın şifri geriyə doğru 1, 2, 3, 4 I olasıdır. Və M-in də şifri geriyə doğru 4 addım 1, 2, 3, 4 I olasıdır. Deməli, 7-ci sualda doğru variantımız B variantı olacaq. 8-ci sualda bizə açar verilib K bərabərdir 5 açarı ilə disk sözünün şifrini müəyyənləşdirməliyik. Açar verilibsə sizə, siz verilmiş sözdəki hər bir hərfdən sonra verilən açarla hər bir hərfdən sonra gələn hərfi müəyyənləşdirirsiniz. Yəni, məsələn, D hərfi verilməyib sizə, açar 5-dirsə, D hərfindən sonra 5-ci mövqedə dayanan hərflə əvəzləyəsiniz D-ni. Deməli, gəlib sayırıq 1, 2, 3, 4, 5. D-nin əvəzləndiyi hərf I-dir. Sonra gəlirəm I-nin əvəzləndiyi hərfi. I-dən 5-ci mövqe sonra da 1, 2, 3, 4, 5. I-nin şifri N-dır. Sonra S-in şifrini tapıram. 5-ci mövqedə dayanan S-dən sonra 1, 2, 3, 4, 5. S-in şifri T-dir. Və K-nın şifrini gəlib tapıram. K-dan 5 mövqe sonra, K-dan sonra gələn 5-ci mövqeyə baxıram. 1, 2, 3, 4, 5. K-nın da şifri olasıdır P. INXP disk sözünün şifri olar. 8-ci sualda cavabınız Y variantı. 9-cu sualda şagird proqramda ağ-qara təsviri rəngləyir. Şagird nə edir? Şagird əlində olanı yeniləyir. Yəni, ağ-qarada ağ-qaranı rəngləyir. Bayaq nə dedik? Dedik ki, emal şəkil dəyişmədir. Yəni, əlimizdə bayaq biz bunu informasiyanın emalı deyəndə dedik ki, bir şəkildən digər şəklə çeviririksə, deməli, bu emaldır. Şagirdin də əlində olan şəkil ağ-qaradır. Ağ-qaranı rəngləyir. Yəni, yeni bir formaya salır bu şəkli. Deməli, burada hansı proses var? Emal prosesi var. 9-cu sualda cavabımız D variantı. İnformasiyanın qrafiki təqdim olunmasına aid deyil. Təbii ki, burada sualımızın cavabı səs yazısıdır. Qrafik şəkil formasında, qrafik, diaqram,
cədvəl, sxem, çertyor, bunlar qrafik formalar sayılır. Ancaq səs yazısı qrafik forma deyil. Deyir ki, hansı növ antiviruslar vaksinləşmə yolu ilə virusları aldadaraq proqramların yoluxmasının qarşısını ala bilər. Vaksinləşmə sözünün altından xətt çəkirsiniz. Deməli, ümumiyyətlə antiviruslara baxanda informasiya təhlükəsizliyi mövzusunda hansı tip antiviruslarımız var idi? Detektorlarımız var idi, doktorlarımız var idi, müfəttişlərimiz var idi, süzgəclər və yaxud filtrlərimiz var idi. İmmunizatorlar, immunizatorların digər adı nədir? İmmunizatorların digər adı nəzəriyyədə də oxusaz elə vaksinlər deməkdir və vaksinlər vaksinləşmə yolu ilə proqramların yoluxmasının qarşısını alır. 11-ci sualda cavabımız D variantı. Detektorlar nə edir? Əməli yaddaş xarici qurğularda virus axtarışını təmin eləyirdi. Müfəttişlər nə edir? Cari vəziyyətlə ilkin vəziyyəti müqayisə eləyirdi, dəyişiklikləri əvvəlki vəziyyətə qaytarırdı. Süzgəclər, filtrlər nə edirdi? Təhlükəli əməliyyatlara nəzarət eləyirdi. Doktorlar nə edirdi? Virusları aşkara çıxardıb və onların zərərsizləşdirməsini həyata keçirirdi. 12-ci sualda informasiyanın kompleks mühafizə sisteminə aid deyil. Bu da informasiya təhlükəsizliyi mövzusuna aid nəzəri bir sualdır. Deyərdim ki, şagirdlərin böyük bir əksəriyyəti informasiya təhlükəsizliyi ilə bağlı nəzəriyyəyə o qədər də üstünlük vermir. Çünki Dövlət İmtahan Mərkəzinin informatika test bankında bununla bağlı nəzəri suallar minimum səviyyədədir. Deməli, informasiyanın kompleks mühafizə sistemlərinə proqram aparat mühafizəsi aiddir. Təşkilati mühafizə aiddir. Qanunverici mühafizə aiddir. Mühəndis texniki mühafizə aiddir. Şəxsi mühafizə kompleks mühafizə sisteminə aid deyil. Elə nəzəriyyəni də vərəqləsəz, mövzunun ilk səhifəsində bu 4 mühafizə sisteminin olduğunu görə bilərsiniz. Antivirus proqramı deyil, Panda antivirusdur, Avast antivirusdur, MCAF antivirusdur, DoctorWeb antivirusdur. Burada yəni qeyd olunan adların hər biri DİM-in nəzəriyyəsində qeyd olunub. Nəzərinizə çatdırım ki, bu sual kitabçasında olan sualların hər birinin cavabı Dövlət İmtahan Mərkəzinin kitabında bütün xırda detallarına qədər qeyd olunub. Yəni, Dövlət İmtahan Mərkəzinin nəzəriyyəsindən kənar bir sualla qarşılaşmayasınız. Disk defragmenter isə antivirus deyildi. Biz bunu harada öyrənirdik? Proqram təminatı bu proqram təminatının içərisində sistem proqram təminatının tərkibi kimi disk defragmenter utility idi sistem proqram təminatından. Sonra gəldik, baxdıq, uyğunluğu müəyyən edin. Aha. Deməli, burada bizə nə verib ki, əməliyyat sistemini yaxşı bilən və onun nüvəsini yenidən proqramlaşdıra bilən kompüter mütəxəssisləri, bunlar kimləri idi? Əməliyyat sistemini yaxşı bilən və onun nüvəsini yenidən proqramlaşdıra bilən. Burada söhbət təbii ki, hakerlərdən gedir. Onlar əməliyyat sisteminin nüvəsini çox yaxşı bilirlər və nüvəsini yenidən proqramlaşdıra bilirlər. Müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif yerlərini araşdırıb tapa bilməyən, bunlar kimləri idi? Söhbət burada krekerlərdən gedir. Bunlar krekerlər idi. Sonra bir də üçüncü, hakerlik sahəsində kifayət qədər biliyə malik olmayan, lakin üzr istəyirəm, lakin digər hakerlərin utilitlərindən istifadə edərək bunlara da nə deyirdik? Senari uşaqları, kompüterlərin təhlükəsizlik sisteminə ziyan verə biləcək mütəxəssislər, bunlar da script kidləri idi, senari uşaqları. Deməli, biz 1-ə dedik hakerlər B variantı, 2-yə dedik krekerlər C variantı və 3-ə də dedik script kidlər, senari uşaqları A variantı. Belə bir variant da harada var? 1B, 2C, 3A cavabımız da olur Y variantı. Buradakı sualların nəzəri izahı kriptografiya mövzusunun elə əvvəlində var. Oradan, yəni əgər nəzəriyyəniz zəifdirsə, bu barədə məlumat ala bilərsiniz. Nəzəriyyəni mütləq şəkildə oxuyun. 15-ci sualda nə deyir?
Bazar günü Arif dostunun evinə qonaq getdim. Bu sual Dövlət İmtahan Mərkəzinin nəzəriyyəsində belə bir sual olmalıdır. Bazar günü Arif dostunun evinə qonaq getdi. Dostu ona qarşıdakı dayanacaqdan avtobusla minib geriyə qayıda biləcəyini dedi. Arif dayanacaqda üç fərqli nömrəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiya onu geri qayıtmaq üçün qərar qəbul etməyə kifayət etmir. Dostunun verdiyi informasiyanın hansı xassəsi ödənilmir? Yadınızda saxlayın. Əgər əlinizdə olan informasiya sizə qərar qəbul etməyə kömək eləmirsə, deməli əlinizdəki informasiya tam deyil. Dostu ona geriyə qayıda biləcəyini deyib, ancaq marşrutun nömrəsini deməyibdi. Yəni informasiyanı tam çatdırmayıbdı. Ona görə də verdiyi informasiyanın tamlıq xassəsi ödənməz. 15-ci sualda cavabımız C variantı. Deməli belə 16-cı sualda cari zamana uyğun olan informasiya dedik ki, aktualdır. Ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında üst-üstə düşən informasiya etibarlı informasiyadır. Bir neçə mənbədə təsdiqini tapırsa, başqasının fikrindən asılı olmayan informasiya da nədir? Obyektivdir. Sualımızın cavabı 1B, 2C, 3Y. 16-cı sualda variantımız A variantı. Kompüter viruslarından qorunma səviyyələrinə aiddir. Deməli, bu da informasiya təhlükəsizliyi mövzusuna aid olan bir sualdır. Deməli, kompüter viruslarından qorunma səviyyələri qorunma səviyyələrinə nələr aiddir? Burada 3 səviyyə var. Burada nələr var? Virusların birinci səviyyədə virusların kompüterə daxil olmasının qarşısını alınır. Biri götürürük. Daha sonra virus hücumlarının qarşısı alınır ikinci səviyyədə və üçüncü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir. Burada sualımızın cavabı 1, 4, 5 A variantı. İnformasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Biometrik mühafizə deyirsə, biz burada nələri götürürük? Gözün qüzehli qişasının şəklinə görə tanımaq, düzdür. Ovuc temperaturuna görə yox. Burada nəyi götürmək olar? Ovucun içi, yəni elə ovuca görə tanıma. Yəni burada temperatur sözü artıqdır. Yəni içini temperatur sözü olduğuna görə 2 alınmışdır. Nitq özəlliklərinə görə tanıma bu biometrik mühafizə sistemlərinə aiddir. Barmaq izlərinə görə buna daktiloskopiya deyirlər. Bu da biometrik mühafizə sistemlərinə aiddir. Üzün rənginə görə yox, üzə görə tanınma var. 5 də yanlışdır. Sualımızın cavabı B variantı 1, 3, 4 olar 18-ci sualda. Sonra gəldik 19-cu suala. 19-cu sualda bizə nə deyir? Bu da nəzəri bir sualdır. Deməli, düşünürəm ki, bu da abituriyentlərin diqqət yetirmədiyi suallardan biridir nəzəriyyədə. Deməli, burada verilənlər müəlliflik hüququ baxımından proqram təminatının ayrıldığı kateqoriyalar var. Dövlət İmtahan Mərkəzinin nəzəriyyə kitabında 5 əsas kateqoriyaya bölünmə var. Bu 5 kateqoriya hansıdır? 5 kateqoriyadan 3-ü burada verilibdir. Deməli, ictimaiyyətə məxsus proqram təminatı. Bu ictimaiyyətə məxsus olan proqram təminatında müəlliflik hüququ qorunmur və bunların rahatlıqla üzü köçürülə bilər. Deməli, biz burada hansı variantı seçəsirik? Deməli, A variantında nə deyir? Ödənişsiz yayılan proqram təminatıdır. Bu ödənişsiz yayılan proqram təminatı bu freeware-dir. Yəni, bu buradakı heç bir varianta uyğun gəlməyəsidir. Freeware. Ondan sonra ikinci B variantında nə deyir? Deyir ki, sərbəst olaraq üzü köçürülə bilən və müəlliflik hüququ ilə qorunmayan proqram təminatı. Bax, bu 1-ə B variantı uyğun gəlir. İctimaiyyətə məxsus proqram təminatı ictimaiyyətə məxsussa sərbəst olaraq üzü köçürülə bilər və müəlliflik hüququ ilə qorunmur. Sonra gəldik. C variantında nə deyir? Müəlliflərin yaxud qanuni sahibinin xüsusi mülkiyyəti olan proqram təminatı. Deməli, burada söhbət özəl proqram təminatından gedir. Bu C variantı özəl proqram təminatı burada 3-də verilibdir. 3-ə C variantını götürə bilərik. Sonra D variantında nə deyir? Gəlir əldə etmək məqsədi ilə
yaradılmış proqram təminatı. Bunlara nə deyirlər? Burada varmı gəlir əldə etmək məqsədi ilə? Yoxdur. Bunlara deyirlər e, gəlir əldə etmək məqsədi ilə ticari proqram təminatı deyirlər. Bu D variantı kommersial e, kommersial software deyirik biz bunlara. Gəlir əldə etmək məqsədi ilə olanlar. Yəni burada da yuxarıda bunlar qeyd olunmayıbdır deyə bu D variantı heç birinə getməz. Müəlliflik hüququ ilə qorunan və pulsuz yayılan proqram təminatı bunlar free və ya şərti ödənişsiz proqram təminatı deyirik. Bax bu variantda 2-yə gedər. Deməli 1B, 2Y, 3C sualımızın cavabı da Y variantı olar 19-cu sualda. 20-ci suala baxırıq. Mətn informasiyası. Aşağıdakılardan mətn informasiyası təbii ki, şeir, hekayə, yazı. Ədəd informasiya, təbii ki, riyazi verilənlər, ifadələr, tarix, zaman verilənləri. Səs informasiyası isə suyun şırıltısı, telefon zəngi, quşların səsi. Bunları aid eləyə bilərik. Deməli, burada 1Y, 2A, 3B, 1Y, 2A, 3B-də harada verilibdir? 20-ci sualda C variantında verilib. Baxırıq 21-ci suala. Süzgəc antivirus proqramlarının fəaliyyəti. Bayaq əslində antivirusların gördüyü işləri sadaladıq. Yenə də antivirusların baxaq variantlarda görək bizə nə veribdir. Virusların çoxalma və zərər vurma məqsədi ilə əməliyyat sisteminə etdikləri müraciətləri tutur, təhlükəli əməliyyatlara nəzarət edir. Süzgəc nə demək idi? Süzgəc antivirus və yaxud filtr deyirdik. Filtrlərin gördüyü iş elə A variantıdır. Təhlükəli əməliyyatlara nəzarət eləyirdi. B variantında deyir ki, təkcə yoluxmuş fayllar aşkarlanır, həm də onları ilkin vəziyyətlərinə qaytarmağa çalışır. Burada söhbət nədən gedirdi? Müfəttişlərdən cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir, cari vəziyyətdəki dəyişiklikləri ilkin vəziyyətə qaytarırdı. Vaksinləşmə yolu ilə, vaksinləşmə sözünü görürsünüzsə, bu immunizatora aiddir, yəni vaksinlərə aiddir. Məlum virusa yoluxmuş faylları aşkarlayırsa, burada söhbət doktorlardan, əməli yaddaş və xarici qurğularda virus axtarışını təmin edirsə, söhbət detektorlardan gedir. 22-ci sualda informasiyanın yadda saxlanması prosesi deyil, mətnin oxunması yadda saxlanma prosesi deyil, bu informasiyanın qəbuludur. Amma yerdə qalan variantların hər birində şagirdlərin siyahıya alınması, qeydlərin aparılması, diskə yazılma, cədvəldə verilənlərin qeyd edilməsi bunların hər biri saxlanma prosesidir. İnformasiyanın ötürülməsi prosesində iştirak edən elementləri deməli ötürmək üçün birinci informasiyanı ötürən lazımdır. Bu informasiyanın mənbəyidir. Mənbə söhbət rəqəmsal ötürmədən gedirsə, mənbənin ötürdüyü informasiyanı kodlaşdıran bir qurğuya ehtiyac var. İnformasiyanı kodlaşdırdıqdan sonra müəyyən bir rabitə kanalında ötürmək lazımdır. Rabitə kanalından ötürülən informasiya qarşı tərəfə çatanda qarşı tərəfin o informasiyanı anlaya bilməsi üçün qarşı tərəfə kodlaşdırılmış informasiya gedibdir. Onu koddan çıxaran qurğu lazımdır, yəni dekodlaşdırıcı qurğu. Və dekodlaşdırıcı qurğu informasiyanı koddan çıxartdısa, artıq qəbul edici həmin informasiyanı anlayıb başa düşə bilər. Deməli, ötürülmə prosesində ardıcıllıq bu şəkildədir. 3, 5, 2, 4, 1. Mənbə, kodlaşdırıcı qurğu, rabitə kanalı, dekodlaşdırıcı qurğu və informasiya qəbul edicisi. Sonra gəldik, baxdıq Troya adları. Troyan viruslarının növlərini müəyyən edin. Troyan viruslarının 3 növü var idi. Uzaqdan idarə etmə proqramları. Uzaqdan idarə etmə, bunlar bildiyiniz kimi məsafədən hər hansısa bir şəxsin kompüterini idarə etməyə imkan verirdi. Daha sonra casuslar Troya viruslarının növlərindən biri idi. Casuslar da nə edirdi? İstifadəçinin hərəkətlərini gizli olaraq müşahidə eləyirdi. Ya məlumatları özündə toplayırdı, ya da hər hansısa digər üçüncü bir tərəfə göndərir bu məlumatları. Detektor müfəttiş antivirusdur və bir də reklam proqramları da Troyanların bir növüdür. Reklam viruslarda hər hansısa bir məzmunda tez-tez sizin qarşınıza
reklam xarakterli məlumatları çıxardır. Deməli, burada sualımızın cavabı 1, 2 və 5. Müəllim dərs izah edərkən şagirdlər dad, qoxu informasiyaları almaz, taxtil informasiya almaz. Sadəcə görmə və eşitmə informasiyalarını ala bilər. İnformasiyanın biometrik mühafizə sistemlərinə aid olanı müəyyən edin. Biometrik mühafizədə nə var idi? Daktiloskopiya var idi. Barmaq izlərinə görə tanınma, amma ayaq izlərinə görə tanınma yoxdur. Bayaq qeyd elədik. Üzə görə tanınma var, dırnağın quruluşuna görə tanınma yoxdur, nitq özəlliklərinə görə tanınma var. Ümumiyyətlə, yadınızda saxlayın ki, biometrik mühafizə sistemləri deyirsə, 5 növ mühafizə sistemi var barmaq izinə görə, gözün qızehli qişasına görə, nitq özəlliklərinə görə, üzə görə və bir də ovuca görə tanınma. Biometrik mühafizə sistemləri bunlardır. Bundan başqası yoxdur. 27-ci sualda uyğunluğu müəyyən edin. İnformasiyanın xassələri. Xassələrdə nə var? Variantların arasında anlaşıqlılıq və tamlıq C və D variantlarının xassələrə aid eləyə bilərik. Emal və ötürülməni isə A və Y variantlarını isə proseslərə aid eləyə bilərik. Diskretlik xassiyə və prosesə aid deyil. 1 CD, 2 isə A və Y variantları olar. 28-ci sualda bizə deyir ki, Apple sözü K1, Home sözü K2 açarı ilə şifrələnərək aşağıdakı ifadələr alınıb. K1, K2 açarlarının uyğun olaraq təyin edib yeni K bərabərdir, K1 plus K2 qiymətinə uyğun table sözünün şifrini müəyyən edin. Deməli, gəlin baxaq, K1 açarı müəyyənləşdirək. Deməli, Apple sözünü yazırıq. Apple sözünün şifri nədir? A, E ilə, P-lərin hər biri P-lərlə, L-in şifri P və E-nin də şifri nədir? İ-dir. Biz gəlib əlifba sırasında baxsaq, görərik ki, yəni K1 açarı müəyyənləşdirməyə çalışırıq da biz. K1 A hansı hərflə şifrələnib? Y ilə. Yəni 1, 2, 3, 4. Hər bir hərf özündən sonra 4-cü mövqedə gələn hərflə şifrələnibdir. Yəni bizim burada K1 açarımızın qiyməti bərabər olasıdır 4-ə. Çünki baxsaq doğrudan da, məsələn P-dən baxsaq 1, 2, 3, 4 T ilə əvəzlənib. L-dən baxsaq 1, 2, 3, 4 P ilə əvəzlənib. Y-dən baxsaq 1, 2, 3, 4 I ilə əvəzlənib. Deməli, K1 açarımız 4-dür. Sonra bir də home sözü də K2 açarı ilə şifrələnibdir. Home sözünün şifri nətərdir? K, R, T və H-dır. İndi gəldik K2 açarını tapaq. K2 açarı da HK ilə şifrələnibdir. 1, 2, 3. Deməli, K2 açarı 3-dür. Yəni, hər bir hərf özündən sonra 3-cü mövqedə dayanan hərflə əvəzlənib. O, 1, 2, 3 R ilə əvəzlənib. M, 1, 2, 3 H ilə əvəzlənib və Y də 1, 2, 3 H ilə əvəzlənib. İndi biz table sözünün şifrini tapmalıyıq. Table sözünün şifrini tapmalıyıq. Bu table sözünün də açarı K1 plus K2'dir. 4 plus 3, yəni 7. Yəni table sözündə hər bir hərf özündən sonra gələn 7-ci mövqedə dayanan hərflə əvəzlənəcək. İndi gəldim. T'dən sayıram 7 hərf. 1, 2, 3, 4, 5, 6 qaydıram əvvələ 7. Deməli, T A ilə əvəzlənəsidir. A-dan sonra 7-ci mövqedə 1, 2, 3, 4, 5, 6, 7. A, H ilə əvəzlənəsidir. Sonra B-dən sonra 7-ci mövqe 1, 2, 3, 4, 5, 6, 7. B I ilə əvəzlənəsidir. Sonra L. L-dan sonra 7-ci mövqe 1, 2, 3, 4, 5, 6, 7. L S ilə əvəzlənəsidir və E-dən sonra 7-ci mövqe 1, 2, 3, 4, 5, 6, 7. Bu da L ilə əvəzlənəsidir. Bu L hərfidir. Deməli, table sözünün də şifri nə olasıdır? A, H, I, S, L. 28-ci sualımızın cavabı belə. 29-cu sualda A ədədinə aşağıda göstərilmiş əmrlər tətbiq edilir. Deməli, ardıcıllıq belədir. 1, 3, 2, 1, daha sonra 3, sonra yenə 1. Deməli, biz gəlib baxsaq. Deyir ki, A-ya əvvəlcə 1-i tətbiq elə. A 2-dirsə, deyir ki, A ədədinə 1 əlavə et. 2-nin üzərinə 1 əlavə elədim, oldu 3. Sonra ardınca verib 3.
Alınan nəticədən 2 çıx. 3-dən 2 çıxdım, yenə mənə verdi 1. Sonra verib 2. Deyir ki, 1 əlavə et. Yəni 1-in üzərinə 1 əlavə eləyirəm, yenə mənə verdi. Üzr istəyirəm, burada mən yanlış elədim. 3-dən 2-sini çıxdım 1, sonra verib 2. Alınan nəticəni kvadrata yüksəlt. Yəni 1-i kvadrata yüksəltsəm, yenə də 1 eləyəsidir. Sonra təzədən 1 veribdi. 1 əlavə et. 1-in üzərinə 1 əlavə elədim. Bu da mənə verdi 2. Sonra təzədən 3 veribdi. Deyir ki, 2 çıx. 2-dən 2-sini çıxsam mənə verəsidir 0. Və bir də sonda 1 veribdi. Üzərinə 1 əlavə elə. 0-ın da üzərinə 1 əlavə eləsəm, bu da mənə verəsidir 1. 29-cu sualda da cavabımız olasıdır 1. 30-cu suala baxırıq. Deyir ki, rəqəmləri müxtəlif olan ixtiyari üç rəqəmin natural ədədlərin rəqəmlərin kvadratları yanaşı yazılaraq yeni ədəd alınır. Alınan ədədin neçə rəqəmli olduğunu demirsə, alınmış yeni ədədin rəqəmləri cəminin ən çox neçə ola biləcəyini müəyyən edin. Əgər mən nəticəni böyük almaq istəyirəmsə, rəqəmləri müxtəlif olan üç rəqəmli ədədlərdən ən böyük rəqəmləri yanaşı yazmaqla mən bu ədədi almalıyam. Yəni, mən götürməliyəm 789, yəni rəqəmləri böyük, yəni üç rəqəmli ədədlər, ən böyük rəqəmləri seçməliyəm ki, bu rəqəmlərin kvadratlarının yanaşı yazılmasından alınan ədədin rəqəmləri cəmi ən böyük olsun. Buradan da gəlsək, 7-nin kvadratı olur. Yəni, bu rəqəmlərin kvadratlarını yanaşı yazsam, 49, 8-in kvadratı 64, 9-un da kvadratı 81. Və gəlib bunları cəmləyəsiyəm. 4, 9, sonra 6, 4, daha sonra 8 və 1. Bunların da cəmi 13, 6, 19, 23, 31, bir də burada 32, 30-cu sualımızın da cavabı bizdə olur 32. Deməli, belə biz artıq sınaq 1-i sizlə yekunlaşdırmış olduq. Növbəti sınaqların izahı da qısa zamanda kanalda yerləşdiriləcək. Kanalımıza bu videoların ardıcıllığını davamlı görə bilməniz üçün kanalımıza abunə olun və daha çox şəxsin bu videolardan yararlanması üçün videomuzu paylaşıb dəstək olsanız çox yaxşı olar. Hər birinizə təşəkkürlər. Ümidvaram ki, hər biriniz üçün faydalı oldu. Sağ olun.